Salam, hörmətli müəllimlər. Biz bugün sizinlə təbiət fənninin tədrisində layihə əsaslı öyrənmə metodunu araşdıracağıq. Təbiət fənninin tədrisində layihə əsaslı öyrənmə metodu ayrı-ayrı faktlar və hadisələrin inkişafını, xarici aləmlə əlaqəsini görməkdə şagirdlərə kömək edir. Bu metod onların müstəqil şəkildə öz fəaliyyətlərini qurmağa kömək edir. Habelə öz vaxtını və işini səmərəli şəkildə planlaşdırmağı formalaşdırır. Düzdür, şagirdlər bu prosesi müəllimin rəhbərliyi altında yerinə yetirsələr də, layihə əsaslı öyrənmə metodu eyni zamanda onların biri-biri ilə qarşılıqlı əlaqə qurmağına da imkan verir. Onlarda sosioloji tədqiqat, yaradıcı vərdişlər, öz rəylərini açıq şəkildə təqdim və müdafiə etmə vərdişləri aşılayır. Bu da öz növbəsində müstəqil düşünən, 21-ci əsr bacarıqlarını özündə formalaşdıran şəxsiyyətin yetişdirilməsində mühüm rol oynayır. Hər bir dərsin sonunda uğurlu təlim nəticəsinə nail olmaq üçün dərsdə istifadə edilən interaktiv təlim metodunun seçilməsi ən vacib şərtlərdən biridir. Belə interaktiv təhsil modellərindən biri də klassik tətbiqlərdən fərqli olan layihə əsaslı öyrənmə metodudur. Təbiət fənninin tədrisində layihə əsaslı öyrənmə metodundan istifadə edən zaman müəllim daha geniş və şagirdlərin marağına uyğun təlim nəticələrinə xidmət edəcək mövzu seçməlidir. Təlim nəticələri və gözləntiləri dərsin planına daxil edilir. Mövzu və ya problem müəyyən edilir və sinifə seçim imkanı verilir. Layihə əsaslı öyrənmə nədir? Layihə əsaslı öyrənmə şagirdi dərsdə aktiv iştiraka təşviq edən, onun yüksək səviyyəli idraki fəaliyyətlərini dəstəkləyən, bilik və həyati bacarıqlarını birlikdə istifadə edən təhsildə yeni yanaşmadır. Layihə əsaslı öyrənmə prosesində şagirdin fəaliyyəti yalnız sinifdə məhdudlaşmır. Onda maraq oyadan mövzuya uyğun araşdırmalar dərsdən sonraki fəaliyyətində də öz əksini tapacaqdır. Bu səbəbdən də layihə əsaslı öyrənmə metodu bir sıra üstünlüklərə malikdir. Öyrənmə zamanı şagirdlərin müstəqil qərar qəbul etməsi ilə yanaşı, təqdimat bacarıqları inkişaf edir. Onlar əldə etdiyi bilikləri daha uzun müddətli yaddaşda saxlayırlar. Layihə əsaslı öyrənmə prosesi davamlı olaraq şagirdlərin tənqidi təfəkkürünü və yaradıcılığını, eyni zamanda onların ünsiyyət, problem həll etmə və əməkdaşlıq etmək bacarıqlarını da inkişaf etdirir. Şagirdlərdə sadalanan bacarıqları formalaşdırmaq, gündəlik dərsləri tək nəzəri məlumatların mənimsənilməsi istiqamətində keçməklə olmamalıdır. Onlara layihə əsaslı öyrənmə mühiti yaratmaq üçün əvvəlcə öyrənmə prosesi təşkil olunmalıdır. Bunun üçün onlara geniş tədqiqat aparmaq imkanı verilməli və şagirdlərin birlikdə işləməsinə imkan yaradılmalıdır. Şagirdlər tədqiqat aparacaqları mövzunu müəyyən edir. Onlar müəllimin rəhbərliyi altında prosesə cəlb olunsalar da, tədqiqat şagird yönümlü olmalıdır. İşin başlama və bitmə zamanı da müəllim tərəfindən müəyyənləşdirilir. Hansı mənbələrdən istifadə ediləcəyi, işin fərdi, yoxsa qrup şəklində aparılacağı əvvəlcədən bildirilir. İşin icrasının bütün mərhələlərində şagirdlərin sualları cavablandırılır və ehtiyac olduqda əlavə istiqamətlər verilir. İdeyası dərsin məqsədi ilə bağlı və real həyatla əlaqəli olmaqla yanaşı, layihənin aparıcı sualı Google-dan cavabı birbaşa tapılan sual olmamalıdır. Yekun olaraq, layihə əsaslı öyrənmənin mərhələlərini bir daha sadalayaq. Layihənin məqsədi müəyyən edilir, təqdimat forması müəyyən edilir, layihənin hazırlanması üçün görüləcək işlər müəyyən edilir. İş bölgüsü edilir və iş qrafikləri hazırlanır. Məlumatlar toplanır. Məlumatlar emal olunub, son məhsul hazırlanır və layihənin nəticəsi təhlil olunur. Qiymətləndirmə meyarı hazırlanır. Layihə metodunda təqdimatlar müzakirə, hesabat, videoçarx, qısametrajlı film, fotoşəkillərdən hazırlanmış albom, animasiya və sair formasında olur.
Təbiət fənnində layihə əsaslı öyrənməni tətbiq edəcəyimiz nümunəni təqdim edək. Layihənin adı Dama-dama göl olar. Layihənin hədəf qrupu şagirdlər 11-12 yaş. Layihənin məqsədi 5-ci sinifdə oxuyan şagirdlərin diqqətini içməli suya, qənaətə yönəltməklə təbii sərvətlərin qorunması, içməli sudan yalnız lazım olduqda yerli yerində istifadə edilməsinin düzgün təbliğ olunmasıdır. Təlim nəticələri kütlə və həcm anlayışlarını başa düşə bilir. Müxtəlif maddələrin kütlə və həcmini ölçə bilir. Ləvazimatlar: menzurka, ölçü stəkanı, kimyəvi stəkan, butulka, sadə və ya elektron tərəzi, su, iş vərəqləri. Layihənin qısa təsviri. Bu layihə 5-ci sinif şagirdləri ilə təbiət fənnindən bərk, maye və qazların oxşar xassələri mövzusunu keçən zaman həyata keçirilir. Şagirdlər hər komanda 5 nəfərdən ibarət olmaqla qruplara bölünür. Lakin sonrakı müddətdə şagirdlərin diqqətinin bu sahəyə artırılması çərçivəsində mühüm işlər görə biləcəklər. Həmin şagirdlər hesablama nəticəsində gün ərzində axıdılan içməli suyun ailə büdcəsinə nə qədər zərər verdiyini də hesablayacaqlar. Bu isə şagirdlərdə həm təbii sərvətləri qorumağı, həm də ailə büdcəsinə qənaət etməklə həyati bacarıqların formalaşmasını inkişaf etdirir. Layihənin əvvəlini şagirdlər evdən başlasalar da, o sinif otağında həyata keçirilir. Müəllim növbəti dərsimizdə layihə əsaslı öyrənmə metodundan istifadə edəcəyimizi şagirdlərə əvvəldən elan edir. Onlara tapşırır ki, evdə su kranını elə tənzimləsinlər ki, su oradan damcılasın. 1 saat ərzində damcılayan suyu boş butulkaya yığıb növbəti dərsə gətirsinlər. Müəllim şüşə qablar ilə işlədikdə ehtiyatlı olmağı şagirdlərə tapşırır. Şüşə qablar sınarsa, onların ehtiyatla toplanmasına nəzarət edir. Layihə haqqında məlumat. Şagirdlərə tapşırıq verilir ki, hər hansı kiçik əşyanın kütləsini ölçmək üçün sadə tərəzidən istifadə etsinlər. Onlar sadə tərəzinin necə işlədiyini öyrəndikdən sonra əvvəlcə boş ölçü stəkanının kütləsini ölçürlər. Sonra hər qrup üzvü ayrılıqda topladığı suyu ölçü stəkanına tökərək su ilə birlikdə kütləsini hesablayır. Hesablamalar iş vərəqində qeyd olunur. Fərz edək ki, bir qrupda olan şagird sayı 5 nəfərdən ibarətdir. Onlar hər biri 1 saat müddətində müəyyən miqdarda su toplayıb. Lakin suyu toplayan zaman müxtəlif kranlarda suyun damcılama surəti eyni olmayıb. Onlara izah edilir ki, bu səbəbdən də suları eyni qaba töküb 5 saat ərzində toplanan suyun kütləsi üçün orta qiymət almaq lazımdır. Bu fəaliyyəti qrup üzvləri həm iş vərəqi üzərində, həm də suları birlikdə ölçü qabına tökərək hesablama aparıb nəticələri tutuşdururlar. Hesabladıkları ümumi kütləni müəllimin köməyi ilə kütlə vahidləri qram və kiloqram ilə ifadə edirlər. Bu isə onlara 1000 qram bərabərdir 1 kiloqram olduğunu başa düşmələrinə kömək edir. Beləliklə, hər qrup üzvlərinin sayına bərabər saata uyğun suyun kütləsi üçün qiymət alınacaq. Yəni, qrup üzvləri 5 nəfərdən ibarətdirsə, bu suyun 5 saat ərzində toplandığını göstərir. Alınan nəticəyə uyğun olaraq komanda 24 saat ərzində, daha sonra isə 1 ay ərzində israf olunan suyun kütləsini hesablayır və nəticələri iş vərəqində qeyd edir. Dərsin sonunda hər qrup suyu ayrılıqda butulkaya yığıb ağzını bağlayır. Növbəti dərsdə layihənin ikinci hissəsi davam edir. Şagirdlər menzurka və kimyəvi stəkanlardan istifadə etməklə butulkada saxlanılmış suyun həcmini ölçürlər. Bu zaman şagirdlər ölçü qablarının üzərində olan bölgülərlə işləməyi öyrənirlər. Şagirdlərə xatırladılır ki, həcmi müxtəlif vahidlərlə ölçmək olar. Santimetrin kubu, metrin kubu, millilitr və litr. Qrup üzvləri aldıqları nəticənin 5 saat ərzində toplanmış suyun həcminin orta qiyməti olduğunu nəzərə alaraq 24 saat və 1 ay ərzində israf olunan mayenin həcmini hesablayırlar.
və hər qrup aldığı nəticəni iş vərəqində qeyd edərək son nəticəni müqayisə edir. Yekun olaraq, 1 kubmetr su işlətdikdə ödəniləcək pulun miqdarını hesablayıb, nasaz krandan damcılayan suyun hesabına, təbiətə və ailə büdcəsinə vurulan ziyanı hesablayırlar. Layihənin işləmə prosesində daha çox dəstəyə ehtiyacı olan şagirdlərə tədqiqat prosesində istiqamətləndirici kömək etmək üçün əlavə məlumatlar vermək lazımdır. Daha çevik olanlara isə əlavə olaraq menzurqanın köməyi ilə ixtiyari formalı bərk cismin həcminin hesablanması üçün araşdırma aparmaq tövsiyə olunur. Onlar yoldaşlarının köməyi ilə bu tapşırığın yerinə yetirilməsi yollarını tapır. Sonda, layihə əsaslı öyrənmənin köməyi ilə təlim nəticəsinə necə nail olunduğunu yoxlamaq üçün məntiqi və tənqidi təfəkkürü formalaşdıran suallar ilə qrup üzvlərinə müraciət edilir. Təqdim edilən iş yalnız şagirdlərin araşdırmalarının nəticələrini deyil, həm də onların layihə üzərində işin müxtəlif mərhələlərini, habelə şagirdlərin mövzuya şəxsi münasibətlərini əks etdirmiş olur. Qiymətləndirmə mərhələsində qiymət yalnız akademik meyarlar üzrə verilməməli, layihədə tətbiq edilmiş müxtəlif vərdiş və bacarıqlar da qiymətləndirilməlidir. Diqqətinizə görə sağ olun.